Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve tevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ve sallallahu aleyhi ve selleme. Salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Sonra Şeyx İbn Teymiyyə rahimehullah gətirir ki, və minəl imani billahi. Həmçinin deyir Allaha olan imandan. Əl-imanu bimə vasıfə bihi nəfsəhu fi kitabi. Ona iman ki, hansı ki Allah subhanahu və teala özünü öz kitabında vəsf etdiyi kimidir. Allah özünü öz kitabında vəsf etdiyi kimidir. Və bimə vəsəfəhu bihi rasuluhu Muhammedun sallallahu aleyhi və səlləm. Və həmçinin onun Rasulü Muhammed sallallahu aleyhi və səlləm onu vəsf etdiyi kimidir. Yəni, Allah subhanahu və teala özünü öz kitabında, Quran-ı Kərimdə və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm öz sünnəsində onu necə vəsf edibsə də Allah subhanahu teala'nı, yəni o cür vəsf etmək lazımdır. Başqa cür mümkün deyil. Yəni kimisi haşa əstəğfirullah yuxuda görür, nurrudur və s. və iləh. Yəni Allah subhanahu və teala'nı Quran və sünnədə gəlmədiyi kimi vəsf etmək küfürdür. Vəsf etmək küfürdür. Hətta bəzən baxırsan ki, qardaşların da yəni dilində var ki, məsələn, deyir ki, bu məsələ danışanda deyir Allahın qədəridir. Deyir ki, Allahın boynuna şər atma. Yəni, o boyun vəsf olaraq gəlibdirmi sən onu deyirsən? Şimdi çatdı? Ona görə bunlar hamısına da olmaz. O şey ki, gəlməyib, məsəl üçün bu şey, gəlmədiyi şey haqqında danışmaq olmaz. Buna iman gətirmək nədir? Vacibdir. هنا لتبعيد لأن ذكرنا أن الإيمان بالله يتضمن أربعة أمور: الإيمان بوجوده وانفراده بربوبيته وألوهيته وأسماء صفاته. يعني بعد الإيمان بالله الإيمان بما وصف به نفسه. Yəni deyir, biz deyir, bunu deyir, əzalara, yəni qollara bölündü ki, Allaha iman və hansı ki mövcudluğuna, tək olmağına, rubiyyətdə, uluhiyyətdə, əsmə sifətdə və həmçinin deyir, əsmə sifətdən də doğan o şeyə iman gətirmək lazımdır ki, o da Allahın özünü nədir? Zikr etdiyi kimi, vəsf etdiyi kimi. Məsələn, Allah subhanahu və teala'nın feili sifətləri, Allah subhanahu və teala'nın zatı sifətləri, hansı ki, xəbəri sifətləri, bunlar hamısı nədir? Bunlara iman gətirmək lazımdır. Və bu da əhl-i sünnə və cəmaətin etiqadıdır. Məsələn, biz etiqad edirik ki, Allah subhanahu və teala arşın üzərində nə edib? İstiva edibdir. Və ya iman edirik ki, Allah subhanahu və teala gecənin 1/3 hissəsində dünya səmasına nazil olur. Varmı bu hədislərdə? Bəli, var. Amma bütün firqələr nə edir bunu? İnkar edir. İnkar edir. Məsələni bəzən düzgün başa düşmürlər. Məsələn, deyirsən ki, Allah subhanahu Quranda 7 dənə ayə keçir ki, Ər-Rahmanu aləl arş istəvə. Ər-Rahman arşa istiva etdi. Bəziləri deyir ki, siz məkan verirsiniz ki, Allah arşın üzərinə istiva etdi. Birinci, biz məkan vermir, bu Allahın ayəsidir. İkinci, məsələyə baxdıqda biz demirik ki, arşın üzərinə istiva etdikdə sağdadır, soldadır, hardadır. Ona artıq deyərsənsə məkan verərsən. Biz nə deyirik? Ayədə gəldiyi kimi. Arşın üzərində neynədir? İstiva etdi. Lakin demirik, hardadır. Aydın oldu? Bu əhl-i sünnə və cəmaətin etiqadı. Və yaxud da ki, gecənin 1/3 hissəsində nazil olması. İstər istivada olsun, istər nuzul. Bunlar hamısı feili sifətlərdir. Allah subhanahu və teala'nın nə idi? Feili sifətlərdir. Biz buna iman gətiririk. Bunu inkar etməməliyik.
keyfiyyət verməməliyik, necə, nə cür, nətər istiva etdi. Bu haqda bizə məlumat gəlməyibdir. Aydın oldu. Və həmçinin misilləşdirməməliyik ki, biz bu cür istiva edirik. Məsələn, daşın üzərinə qalxır. İstiva nədir? Üzərinə qalxmaq. Və Allah Subhanahu haşəstəğə də bu cür. Yəni, belə də məsələ nədir ki, nədir? Təhrif və ya tətil və ya təkyif və ya nədir? Təvil eləmirik. Demirik ki, gecənin 1/3 hissəsində nazil olmaq Allah Subhanahu zatı deyil, rəhmətidir məsələn. Bəzi firqə əhli nədir? Bunu deyir. Bu da nədir? Təbii ki, batil bir şeydir. Çünki necə səhih hədisdə də gəlir ki, Rabbuna yanzilu ilə səmai dunya fi thuluthul leyl. Əl-hədis, Rəbbimiz gecənin 1/3 hissəsində dünya səmasına nazil olur. Bitdi. Bu, Əhl-i-Sünnə vəl Cəmaətin etiqadıdır. Və bütün firqələr bunu inkar edir. Başda da nədir? Mu'təzilələr və yaxud ki, əşarilər və yaxud da ki, məturidi, cəhmiyyə, mu'təziliyyə, quburiyyə, ixvaniyyə və o qədər nədir? Firqə var. Bunlar hamısı nədir? İnkar edirlər. Necə şeyx gətirir ki, hamısı ayrıdır. Allah Subhanahu varlığına, uluhiyyət, hamısına iman gətiririk. Əsmə sifətə iman gətiririk. Xas olaraq bunun da o ayrıdır ki, buna xüsusən yer verir ki, buna nədir? İman mütləq lazımdır. Allah Subhanahu və Teala özünü vəsf etdiyi kimi və sünnədə necə vəsf olunub, o cürə iman gətirmək. Və ona görə də bu bizim mütləq biləcəyimiz nədir? Etiqaddır. Çünki bu tövhiddir. Bu əqidədir. Və bütün firqələrin firqə sinifinə düşməyin ən böyük səbəblərindən biri də əqidəni bilməməzdir. Əqidəni bilməməzdir. Və ona görə də əsmə sifəti nə qədər ki, bilərsənsə, Rəbbini o cür gözəl nədir? Tanıyarsan. Bu nədir? Əsaslardandır. ينبغي أن يغالب وسمى به نفسه لكن المؤلف رحمه الله ذكر صفة فقط إما لأنه ما من اسم إلا ويتضمن الصفة أو لأن خلاف أسماء لخلاف ضعيف لم ينكر إلا غلاة جهمية ومعتزلية ومعتزلة يثبتون الأسماء والأشعرية ومعترضية يثبتون الأسماء لكن يخالفون أهل السنة أكثر الصفات. Yani bəziləri mu'tazilələri, isimləri, bəziləri məturidilər, əşarilər hardasa 7 ya 8 belə ismi qəbul edirlər. Qalan nədir? İnkar edirlər. لماذا اقتصر المؤلف على ما وصف به نفسه؟ القرآن وسماه الله تعالى كتابا لأنه مكتوب في لوح المحفوظ ومكتوب في الصحف التي بيده سفر كرام البررة. Yəni deyir Allah Subhanahu və Teala necə İbn Teymiyyə rahimehullah gətirir ki, kitabda. Çünki Allah Subhanahu və Teala Quranda bəzi ayələrdə nə adlandırır? Kitab. Fi levh-i məhfuz dedikdə qorunmuş nədə? Lövhədə. Yəni kitabda. Yəni ümumiyyətlə Quran bəzi yerlərdə nə kitab olaraq nədir? Adlanır. Şeyx gətirir ki, imanın əsas vacibliyindən əsma-i sifətə əgər düzgün qaydada iman gətirərsənsə də, düzgün qaydada etiqad edərsənsə də, sən o firqədən çıxaraq olursan əhl-i sünnə və ya firqətün nəciyyə və yaxud da sələf-i salihin və s. və ilə. Yəni, əhl-i sünnə ilə firqələrin əsasən nədir? O, aleyhissalam təbii. Ayrılma səbəbləri bax, buradan başlayır. Və uluhiyyət, tövhid, rubiyyət gəldikdə, bütün firqələr Allahın yaratmağını, xəlq etməyini və yaxud da ki, bütün işləri idarə etməyini, hamısını iman gətirirlər. Elə də elə deyil. Hamısı iman gətirir buna. Hətta rafizsiz də iman gətirir. Uluhiyyətdə neynirlər? Fərqlənirlər. Kimdən? Rafizlər fərqlənir, fərqlənir, əsər var ya. Amma əsma sifətə gələndə sələfdən hamısını demək olar ki, hamısı. Hətta belə bir yerdə şirki olmuyor. Bəzi firqələrində xavar işlərdə nədir? Fərqlənirlər. Onlar da əsma sifətdə nədir? Böyük xətalara
yol verirlər. Yəni bir qismə var ki, Qurana məxluq deyir. Qurandan yaranmışdır. يتضمن إيمان بأسماء الصفات فإن ذات الله تسمى بأسماء توصف بأبصار ووجود الذات مجرد من الأسباب أمر مستحيل ولا يمكن أن توجد ذلك مجرد عن أوصاف أبدا وقد يفرد الذهن أن هناك ذات مجرد من الصفات لكن فرد ليس كالأمر الواقع أي أن المفروض ليس كالمشهود فلا يوجد في خارج في واقع مشاهد ذات ليس لها صفات أبدا الذهن قد يفرد مثلا شيئا له ألف عين في كل ألف عين ألف سواد والألف بياض وألف رجل في كل رجل ألف أصبع في كل أصبع ألف ظفر وله ملايين شعر في كل شعر ملايين شعر هكذا يفرد فإن لم يكن له واقع لكن الشيء الواقع لا يمكن أن يوجد شيء بدون صفة. Şeyh burada misallar gətirir. Yəni insanın zehninə daxil olan şeylərlə nəsə ölçülmür. Zehin onun nədir, dərk edə bilməz. Məsələn, deyir ki, وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ Ələyə. Onu layiqincə qədərləndirmədilər. Təbii ki, kimdən gedir? Allah subhanahu wa ta'ala. Və qiyamət günü göyləri sağ əlindən edib bükəcək. Ovucunda bükəcək. O məqadurullah haqqa qadir vəl-ardu cəmiən vəl-ardu cəmiən qabdət yəmə yeri bütün nədir? Sağ əlində bükəcək. Və deyir ki, qəlblər Rəbbinin barmaqları arasındadır. İstədiyi vaxt nə iner? Çevirər. Yeri göyü sağ əlində bükəcək. Sən təsvir edə bilərsən bunu? Sənin zehnin onu dərk edə bilər? Mümkün deyil. Və sifət də verə bilməzsən. Ki, bu cür, daha doğrusu deyə bilməzsən ki, yəni ki, keyfiyyət bu cürdür və yaxud da ki, belə olmalıdır. Xeyr. Məsələn, bir hədisdə gəlir ki, yer, göy bir barmağında, ağaçlar bir barmağında, dənizlər bir barmağında və orada da hədisdə gəlir ki, və yeri, göyü nədir, sağ əlində bükəcəkdir. Yəni, bu cəlifdir, bu hədisdir. Yəni, sən mükəlləfsən ki, nə eləmək buna? İman gətirmək. Bununla sənin etiqadındır. Lakin sən keyfiyyət verim, düşünüm, necədir, nə cürdür, bu sənə nədir, verilməyid. Və hətta sahabələr bu haqda belə sual verməyibdir, o şüuralı düşünmək. Yəni, İzə cəəl xəbar, əgər xəbər gəldisə də, nə deyirsən? Əmənnə və səttaqnə. İman gətirdik və təsdiq etdik. Əgər əmir gələrsə də ki, deyirsən, səmi'nə və tə'nə, eşitdik və itayət etdik. Və bu da sənin etiqadındır. Və bu da sənin etiqadındır. Və ona görə ümumiyyətlə bu sifətlər 3 qismə bölünür. Zati sifət, feili sifət və xəbəri sifət. Zatı sifət Allah subhanahu və teala'nın özündə olub ondan ayrılmayandır. Elm, qüdrət, bunlar hamısı nədir? Zatı sifətin özündə olan sifətlərdir. Feili sifət hansı ki nədir? Nəyə deyilir onunla? Feil, hərəkət olan sifətdir. Allah subhanahu nazil olması, istiva etməsi, gülməsi. Bunlar nədir? Feili sifətlərdir. Və bir də xəbəri sifət var. Xəbəri sifət nədir? Allah subhanahu və teala'dan gələn xəbər. Məsələn, Allah subhanahu teala'nın gözü var. Gəlifdir mi xəbər bu vaxtda? Barmaqlar var. Gəlifdir. Baldır var. Gəlifdir. Nə gəlifsə o nədir? Allahdan gələn xəbər. Bunlar nədir? Xəbəri sifətlərdir. O şey haqqında ki, gəlməyibdir,
Nə isbat, nə inkar, orada suruq. Orada suruq. Məsələn, Allah subhanahu və teala eşidir. Elə deyilmi? İnnehu səmiyyun basir, o eşidən və görəndir. Görmə haqqında gəlifdir. Təcri bi əyuninə. Bizim gözlərimiz önündən keçdi. İsbatladı? Var. Qəmər surəsi 14-cü ayə. İnnehu səmiyyun basir, o eşidən və görəndir. Lakin qulaq gəlir. Dururuq. Gəlməkdir. İnkar edirik? Xeyr. Çünki ayə var. Neysən? Burada necə Şeyx Hüseymin rahimehullah əqidəti Əhl-i-Sünnə və Cəmaət kitabında gəlsə, Əhl-i-Sünnə və Cəmaət əqidəsi kitabında burada nə edirik? Suruq. Bu da buna deyirlər təvfiyid. Bu məsələdə Allaha nə edir məsələni həvalə edir. Nə Rəbbimiz bilir. Bu haqda nə deyir? Nə gəlmir, nə də sən eşitməyi də inkar edə bilməzsən axı. Ona görə də nə insan bu məsələdə dayanırsan. Rəbbimiz eşidir, özünə məxsus şəkildə, o haqda qulaq gəlib, yox, gəlməyibdir, bu məsələdə nə edirik? Suruq. Susuruq. Məsələn, sual verir ki, Rəbbin cisimdir, yoxsa həcm? Bu haqda gəlib, yox. Nə inkar edir, nə isbat. Nə edirik? Suruq. Və bu etiqaddır. Buna nə etməlisən? İman gətirməlisən. Lihədə kənəl imanu bisfətilləh minəl imani billəh. Bilmək lazımdır ki, Allah subhanahu və teala'nın sifətlərinə iman gətirmək, Allaha iman gətirməkdir. Əgər sifətin birində inkar edirsən və ya şübhə edirsən, demək sənin imanın kamil deyil və ya iman gətirməmsən. Sən necə olar ki, Allah subhanahu teala özü haqqında sənə məlumat verir, Quran-ı Kərimdə və ya sünnədə və sən ona iman gətirmirsən, təhvil edirsən və ya inkar edirsən. Və şeyh qayda gətirir ki, lihədə ona görə ki, kənəl imanu bisfətilləhi minəl imani billəhi. Allah subhanahu və teala sifətlərinə iman, Allaha imandır. Ləm yəkun min sifətilləhi illə ənəhu mevcudun vacun vücud və hədə bittifaqın nəz və alə hədə fələ buddə ən yəkunə ləhu sifə. Sən deyir ki, bütün insanlar buna etiqad edir ki, nədir? Rəbbim var, mövcuddur. Elədirmi? Əgər mövcuddursa da, demək sifəti də mövcuddur. Mümkün deyil ki, nədir? Belə bir şey olmasın. Sonra nə fərq gətirir? Əgər sən Rəbbinin mövcudluğuna iman gətirmisənsə də, %100 onun nəyi də var? Sifəti var. Sifətləri var. Nazil olma, istiva etmə və yaxud da danışma və s. və ilə isimləri. Bunları nə etməlisən? %100 iman gətirməlisən. Əgər sən Rəbbinin mövcudluğunu təsdiqləyib sifətinə iman gətirməyibsənsə də, sən Rəbbinin səni yaratmağına bunda iman gətirməyibsən. Xallaq sifəti var, daimi yaradan. Daimi yaranma gedir. Hər gün dünyaya uşaq gəlir. Gəlir, gəlmir. Daimi yaranma gedir. Yəni, var xalaqa, yaradan. Var xallaqa. Xallaq daimi yaradan. Yəni, dayanmır işinə. Daimi. Baş verir hər şey. Orada bir dənə, məsəl üçün, su daşdı, bir dənə göləmələ gəldi. Orada nə oldu. Təhcə, yəni burada deyir, bütün dünyada bu baş verir. Verir, vermir. Bunun heyvanı da artır, bunun həşəratı da artır, ölür, qırılır, bunun insanları. Yəni Allah subhanahu və teala xallaq, daimi yaradandır. Əgər sən Rəbbinin mövcudluğuna iman gətirib, sifətinə iman gətirmisənsə, necə olur bu? Bir dənə şeylə, tədəbbür ilə, daimi Allah subhanahu yaradır, ona iman gətirmirsən, amma mövcuddur, iman gətirirəm. Nətər olur? Və ona görə də bir qisim firqələrdən çıxdır ki, Allah subhanətəllahın sifəti var, lakin donubdur. Xallaqdır, amma hərəkət eləmə, yaramə, elə də qalıbdır. İnkar edə bilmir də, başqa yolla inkar edir. Var, belə iman gətirir, amma nədir? Hərəkətdə deyil. Yəni, sən buna düşüncə, ağıl, zehin zəifliyi də sən görmüsənmi, bütün hər dəfə yaradılış davam edir. Biri ölür, biri dirilir, biri ölür. Bu nədir? Allah subhanətələ bu nədir? Yaradır. Elə çox şeyə getmə. Quruyub, bitki bir də bitir. Yağış yağır, bir də bitir. Yağış yağır, bir də bitir. Bu xallaqdır. Allah subhanətələ daimi yaradır. Və ona görə də mu'təzilələr bu cür şeyləri ataraq nədir? İnkar edir. Ona şeyh qayda gətirir ki, əgər
Bu ittifaqdır. Allah subhanahu wa ta'ala mövcuddursa sifətləri var. Sifətlərinə də iman gətirmirsən. İman gətirmirsənsə demək sən nədir? Allah subhanahu wa ta'alanın varlığına iman gətirməyibsən. Qal İmam Əhməd la yusafullahu illa bi vasafa bihi nefsehu aw vasafa bihi rasuluhu la yutəcavazul Qur'an vel hadis. Yəni gətirir ki İmam Əhməd rahimehullah Quran və sünnə sənə icazə vermir ki Allah subhanahu wa ta'alanın vəsf etmədiyi kimi sən onu vəsf edəsən. Yəni Quran və sünnə nədir? Bunu sənə icazə vermir. Bunda da ayələr çoxdur. Necə Allah subhanahu wa ta'ala buyurur: "Qul innema harrama rabbiyal fawahişə ma zahara minha və ma batan vel ism vel baghy bighayri haqq və an tushriku billahi ma lam yunzil bihi sultan və an taqulu ala Allahi ma la ta'lamun." Aləyə. Və bizə qayə olan nədir burada? Və an taqulu ala Allahi ma la ta'lamun. Bilmədiyiniz şeylər haqqında, bilmədiyiniz şeylər Allah haqqında nə etməyin danışın və ya və ən təqulu alallah, Allah üzərinə bilmədiyiniz şeylər danışmayın. Allah üzərinə bilmədiyiniz şeylər danışmayın. Bu da nədir? Ən böyük günahlardandır. Hətta iftiradır. Hətta iftiradır. Ona görə də əsmə sifət nədir? Mühim məsələlərdəndir. Mühim nədir? Mövzulardandır. Və sonra bəhsləri gətirir şeyx. Burada kifayətlənək. Allah subhanahu bizə istifayədanlardan etsin. Subhanakallahumma hamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.